Cənab Prezident, Ali Başkomandan, baxın, Ağdaş rayon Leşi qəsəbə 6 saylı tam orta məktəb və onun balansında olan 2 mərtəbəli binanın bura yaşayış sahəsidir. 1986-cı ildə Ulu Öndər Heydər Əliyev ayıraraq Ağdaş rayon Leşi qəsəbə sakinlərinin və müəllimlərin sevincinə səbəb olsa belə 2007-ci ildə Cənab Prezident İlham Əliyev məktəb və məktəbin balansında olan 2 mərtəbəli binanın əsaslı təmiri üçün büdcədən pul ayırıb sərəncam versə belə ayrılan puldan heç bir pul xərclənməmiş. Baxın, Azərbaycan Respublikasının bayrağı, baxın, Ləki qəsəbə, Ağdaş rayon Ləki qəsəbə 6 saylı tam orta məktəb. Baxın. Məktəb direktoru Aysel Hacıyev tərəfindən bərbad günə qoyulur məktəbin ərazisi. Baxın, kol və 6 hektar yarım ərazinin içərisində 3 hektar yarımı. Bax, setkalanaraq yeni hasarlanmış 6-7 ay bundan qabaq. Hasarlanmaya baxmayaraq, baxın, məktəbin ərazisi dağıdılır. Bax, yeni çəkilmiş hasar. Baxın, məktəb direktoru Aysel Hacıyev, Ağdaş rayon Ləki qəsəbə icra nümayəndəsi Elsəvər Hacıyev, icra başçısı Orxan Hüseynzadə, Fildosi Məmmədov dəfələrlə bax, qəbulunda olsaq belə ki, məktəbin ərazisini dağıdırlar. Baxın, 5-6 ay bundan qabaq 3-cü mərtəbənin təmiri vaxtı çəkilmiş hasar darmadağın dağıdılaraq təzədən pis günə salınmış. Məktəbə 3-cü mərtəbəyə ayrılmış pulun mənimsələməkdən ötəri yalandan gətirib bax. Baxın, bax, belə bir hasar çəkmişlər. Baxın, məktəbi 3 hektar yarımını belə hasarlayıb, qalan əraziləri bax, çöldə buraxıblar, baxın. Sirkan, kol. Baxın, bax, o da məktəbin 1 hektarlıq zəbt olunmuş ərazisidir. Yuxarı Ləki tərəfindən bir sakinə verilib, hal-hazırda orada içərisinə mal örüşü kimi istifadə olunur. Bax, kolluq basıb, 1 hektarlıq ərazini baxın, zəbt eləyib, özləri kolakillər gətirib kolakillər ki, kol-kos bassın, sonra zəbt eləyə bilsinlər. Baxın, məktəbin, baxın, suağı bax, baxın. Uçub dağılır suaqlar.